Salam dəyərli dostlar, hər vaxtınız xeyir olsun. Yəni dünən mən bir video paylaşdım. Azərbaycanlı olmaq şərəfi ağır yükdür. Yəni o videoya olduqca müsbət reaksiyalar gəldi. Hardasa bir 30 mindən yuxarı baxış, yəni çoxlu pozitiv şərhlər, yəni xoş sözlər yazılır. Hər birinizə buna görə təşəkkürümü bildirirəm və xeyli paylaşım falan verədiniz. Allah hər birinizdən razı olsun. Və eyni zamanda yəni TikTok'u mən indi başlamışam biraz bu biznesimlə əlaqədar olaraq aktiv işlətməyə başlamışam və eyni zamanda yəni privata messengerə olduqca çox müraciətlər yazdılar, salam yazan oldu, xoş sözlər yazan oldu. Hər birinizə öz təşəkkürümü, öz minnətdarlığımı bildirirəm və eyni zamanda bir çox bizim insanlarımız Azərbaycandan, dünyanın müxtəlif ölkələrində yaşayanlar, bizim həmvətənlərimiz, yəni İsveçrəyə gəlmək, bu ölkədə gəlib yaşamaqla bağlı, nə bilim, biri deyir bir iş ver, gəlim yanımda işləyim, biri deyir mən orada bir işlə, biri deyir mən də köçmək istəyirəm. Və ona görə də belə qərara gəldim ki, İsveçrəyə köçüb burada yaşamağın hansı şərtlərinin olması haqqında sizə bir hüquqi məlumatları verim. Xahiş edirəm, bununla da bu məsələni bağlayaq və eyni zamanda bir də bir şey demək istəyirəm ki, dostlar, bəzi adamlar məsələn yazırlar, privata yazırlar, privat messengerə yazırlar, salam. Mən də yazmalıyam, əleykümə salam. Sonra yazıram, əleykümə salam, buyurun, yazır ki, necəsiz, yazıram, sağ olun, siz necəsiz? Şükür, 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 və belə atışma gedir. Yəni, xahiş edirəm, gəlin belə danışaq da sizlə. Mən öz millətimi, xalqımı, ölkəmi, dövlətimi sevən adamam və hər birinizə də hörmətim, saygım var. Gəlin bir-birimizin vaxtına hörmətlə yanaşaq. Mən messengerlərdə oturub yazı yazmağa vaxtım yoxdur. Bax, hal-hazırda saat 21:14-dür. Mən hələ ofisdə oturmuşam, işləyirəm və bu videonu sonra redaktə edib səhifəmdə yerləşdirəndən sonra bir-iki e-maillərimi yazmalıyam, ondan sonra evə gedib 1 saat, 2 saat da evdə işləməliyəm və ondan sonra yemək yeməliyəm. Yəni, gəlin belə danışaq da bir-birimizə vaxtına hörmətlə yanaşaq. Yəni, kimsə mənə mesaj yazmaq istəyirsə, xahiş edirəm, konkret salamı yazdım, əleykümə salam. Elə bilin ki, mən sizə əleykümə salamı indidən deyirəm. O dəqiqə sualınızı yazın ki, mən sizə hansı formada yardımcı ola bilərəm. İndi isə keçirək İsveçrəyə gəlib burada yaşamağın hansı şərtlərlə burada oturum izni alması mümkündür. Birinci başlayır tələbə vizasından. Tələbə vizası demək, burada almaqdan ötürü birinci növbədə İsveçrənin universitetlərinə qəbul olmalısınız və o qəbulla bağlı istənilən bir tam paket sənədlərinizin hazırlanmasına sizə hər cür hüquqi yardım göstərməyə hazırıq. Və tələbə qəbul olandan sonra, yəni maddi özün-özü təmin edə biləcəyin qədər hesabında pul olmalıdır, bunu təsdiq eləməlisən və hansı dildə təhsil almalısansa, məsələn, Alman dilindəmi, deyək, fransız dilindəmi, İsveçrədə 4 rəsmi dövlət dili var. Alman, fransız, İtalyan və retro-roman. Bu dillərin birini müəyyən bir səviyyədə bilməyin haqqında sertifikatın olmalıdır. Bu, tam legal formada gəlib İsveçrədə tələbə kimi təhsil almaq və təhsil aldığınız müddətdə də artıq burada iş kontraktı ola bilsin, tapa bilərsiniz, özünüzü gələcəksə burada legallaşdıra bilərsiniz. İkinci bir yol siyasi sığınacaq yoludur, əzizlərim. İsveçrədə artıq indiki reallıqda bu siyasi sığınacaq alma məsələsi yəni olduqca aşağı səviyyədədir. Yəni imkan çox çətindir. Çünki burada hal-hazırda mən demək bütün miqrantlarla işləyirəm. Müştərilərimizin böyük əksəriyyəti ilə demək olar ki, burada müxtəlif yollarla gəlib burada arzula başvuran adamlardır və miqrasiya xidmətinin bəlkə də İsveçrədə ən nifrət elədiyi hüquqşünaslardan biri mənəm. Nəyə görə? Çünki mən onları, mənim yazdığım şikayətlər, nə bilim, o elə formada olur ki, artıq onlara manevr yeri qoyub qalmıram. Yəni, bu məsələyə görə mən tövsiyə eləmirəm. Mənim şəxsən bu gün seçim imkanım olsaydı, indiki ağlımla mən 10 il, 11 il əvvəldə olsaydım, mən heç vaxt bu ölkəni seçməzdim. Çünki buradakı bürokratiya, buradakı bahalıq, yüksək vergilər, yəni olduqca çətin ölkədir miqrasiya. Mən məsələn seçərdim Almaniyanı, Belçikanı, Niderlandı. Yəni bu ölkələr buradan çox-çox yaxşı ölkədir. Yəni boş yerinə gəlib siyasi sığınacağa başvuru yapsanız, boş yerə illərlə qaçqın düşərgələrində, qaçqın yataqxanalarında gününüz keçəcək, psixi travma alacaqsınız. Yəni özünüzü bir sözlə böyük bir zülmə salacaqsınız və aldığınız o müavinat ki var, dövlətin ödədiyi o pul, o da qəpik quruşdur. Yəni o pulla İsveçrədə dolanıb normal, ən minimal şərtlərdə yaşamaq qeyri-mümkündür. Üçüncü bir variant ailə birləşimidir. Məsələn, sizin ailə üzvlərinizdən kimsə burada yaşayırsa, legal şəkildə yaşayırsa, deyək ki, vətəndaşlığı və yaxud oturum izni varsa və onda sizin həmin ailə üzvü sizin bütün xərclərinizi maddi imkan verirsə və yaxud kəbinlə ailə qurub kimsə İsveçrə vətəndaşı ilə və yaxud İsveçrədə daimi oturum izni olan şəxslə ailə qurub evlənirsə, yəni bu halda da siz müraciət edə bilərsiniz, bütün tam paket sənədlərinizi
hazırlaya bilərik. Və keçirəm indi əsas o yol əhvalatını öyrənəcəm, o ki, vacib məsələyə. İş vizası. Dünəndən bəri mənə bəlkə bir 100-ə yaxın adam yazıb ki, orada bir iş tap, gəlim işləyim. Əzizlərim, İsveçrədə bu qeyri-mümkündür. Mənim 11 ildir burada yaşayıram, böyük bir qohmaq dəbəmiz var. Mən hələ bir dənə qohumumu bura gətirməmişəm. Yəni, nəyə görə gətirməmişəm? Çünki, hansısa əyri-üyrü, o müsavat, o süpürcə kooperativi kimi saxta işlərə mən heç vaxt baş qoşmuram və bir dənə də olsun illegal iş görmürəm və bir nəfərsində mən heç vaxtı saxtakarlığa yol vermərəm. İş vizası ilə bağlı. İş vizasını burada hansı halda ala bilərsiniz? Əgər siz yüksək profilli mütəxəssissinizsə, deyək ki, nə bilim, IT injiner, nə bilim, yüksək profilli mütəxəssissinizsə, siz burada özünüz şirkətlərə müraciət edirsiniz, öz CV, rezümenizi göndərirsiniz. Əgər onlar sizi qəbul edirlərsə, sizə iş kontraktı imzalayırlarsa və bu halda o iş kontraktının əsasında miqrasiya xidmətinə bütün paket sənədlər hazırlanılır, təqdim olunur və onlar da bütün o prosedurları yoxlayıb keçdikdən sonra sizin burada İsveçrəyə girişinizə, iş vizasından girişə icazə verirlər. Bir də ki, qalır bir variant, VIP variant, biznes relokasiya. Bax, hal-hazırda mənim burada partner şirkətlərim var. Yəni, onların arasında vəkil şirkətləri də var, sonra müəyyən başqa şirkətlər də var, hüquq şirkətləri də var. Hal-hazırda biz böyük bir proyekt üzərində işləyirik. Dubaydan böyük bir biznesi bu Körfəz Savaşına, müharibəsinə görə köçürdürük İsveçrənin Cuk kantonuna. Yəni, bunun üçün də biznes planı sizin 5 milyon İsveçrə frankından başlamalıdır. Bu, haradasa 5,4 milyon avro edir. Yəni, bu real biznes planı olmalıdır. Yəni, orada yalandan o pripisk eləyib yazdım ki, yox, mənim bu qədər 5 milyon 400 min avro və yaxud 5 milyon İsveçrə frankı vəsaitim varsa və bununla da bağlı bütün sənədləşməsini, istəyir şirkətin açılmasını, bank hesabının açılmasını, sonra miqrasiya xidmətindən bütün sənədlərin alınması, ondan sonra, nə bilim, icarə üçün binanın tapılmasına qədər A-dan Z-yə kimi bütün prosedurların biz hamısını həyata keçiririk və yüksək peşəkar komandanın iştirakı ilə bunlar hamısı olur. Yəni, illərlə, 10 illiklərlə İsveçrə bazarında özünü doğrultmuş, tanıtmış, yəni partner şirkətlərlə işləyirik, yəni birlikdə bu işi görürük. Və eyni zamanda, demək, başqa bir məsələ də var burada. Demək, müəyyən insanlar var ki, onların əlində deyək ki, böyük pulları var, 5 milyon, 10 milyon, 20 milyon, 50 milyon. Sadəcə bilmirlər ki, yəni İsveçrədə bunu hansı sahəyə, bu maliyyə yatırımını eləsinlər. Bizim peşəkar komandamız, demək, İsveçrə bazarını araşdırır, hansı sahəyə o sərmayəni qoymağın perspektivi varsa, rentabelliliyi olarsa və bu sahədə də biz bütün araşdırmaları aparıb, biznes planının hazırlanması, eyni zamanda ilk 2 il ərzində el permiti oturumu verilir biznes planla bura gələn adamlara. Və ondan sonra biznes planı nə dərəcədə yerinə yetirilməsindən asılı olaraq o el permiti artıq dəyişdirilir, olur B və ondan da sonra C-yə keçirilib daimi burada oturum izni ala bilərsiniz. Və eyni zamanda müəyyən bir insanlar var ki, onlar istəyirlər ki, öz maddi vəsaitlərin İsveçrəyə legal şəkildə gətirsinlər. Yəni, burada maddi, yəni bank məsələsi olduqda siyasətin həssas problemidir. Çünki mən bir bankda hesab açmaq istəyirdim şirkətimə, haradasa mənə bir müəyyən məbləğ avans köçürməli idilər. Mən o banka getdim, dedim ki, bəs Dubaydan mənə bu qədər pul köçürüləcək, sizin bankınızda mən hesab açsam necə olacaq? Dedilər, biz həmən o pulu geri qaytaracaq. Çünki xaricdən gələn pula burada çox həssas yanaşırlar. Amma bizim burada finansist partnerlarımız var, hansılar ki, İsveçrənin elə fundamenti qoyulanlar nəsillicə, sülalecə bu işlə məşğuldurlar və sizin vəsaitinizin tam legal, qanuni yollarla İsveçrə bankına transferini, yerləşdirilməsini, legallaşmasını, onu da biz sizin üçün o xidməti də təklif edirik. Və biz də təkrar eləmək istəyirəm ki, dostlar, xahiş edirəm, yəni mən başa düşürəm, hər bir şəxsin arzusudur, yəni bir gözəl ölkədə yaşasın, maddi durumun dəyişsin və bir çox insanlarımızın çox təəssüflər olsun ki, yəni maddi durumu yaxşı deyil, yəni ölkəmizin xarici siyasəti ən yüksək səviyyədədir, amma ölkəmizin daxilində bəzi problemlər var, hansılar ki, ümid edirik ki, ölkə rəhbərliyi yəni yaxın illərdə yavaş-yavaş reformalarla bunu həll eləyəcəklər, amma bir də xahiş edirəm hamıdan, yəni mənə yazıb, mənə bir iş rapora gəlin, belə falan eləməyin. Bax, əzizlərim, nə edə bilərsiniz? Hər bir insan artıq indi informasiya texnologiyaları əsridir. Facebookda, Instagramda, TikTokda boş-boş vaxtınızı keçirdənə qədər, ona buna nə bilim, o şirkələr göndərirlər canlı yayma, nə bilim nədir. Oturun, dil öyrənin. Yeni proqramlar öyrənin. Nə bilim, IT üzrə özünüzü təkmilləşdirin, öz üzrə işləyin ki, sabah
müəyyən bir bacarıqlarınız, müəyyən bir əlinizdə bir hər hansısa bir sertifikatlı sənədiniz olsun ki, hər hansısa bir xarici ölkədə iş üçün müraciət edə biləsiniz. Mənim 51 yaşım var, mən həmişə özlərim işləyirəm. Allahın izni ilə indi mən bu sentyabr ayından İtalyan dilini öyrənməyə başlayıram. Biraz danışıram İtalyan dilində, yəni özümü idarə edəcək, o Cəm Yılmaz demişkən dərdimizi anlatacaq qədər, o qədər danışıram. Amma tam mükəmməl İtalyan dilini öyrənmək üçün sentyabrdan başlayıb İtalyan dilini keçəcəm və bir də qeyd eləmək istəyirəm ki, Allah Azərbaycanımızı qorusun. Mən vətənimi çox sevirəm, mən vətənimin oğluyam və bir çox insanlar bu portretlərlə bağlı suallar verirlər. Bizim şəhid generallarımızın portretləridir və onların arasında mən rəhmətli daim polis zabiti, onun da portreti var və Allahın iznindən yaxın günlərdə bu ofisin tam interyerini tam hazırlayıb sizə video, yəni hesabatını da təqdim edəcəm və görəcəksiniz ki, bura Azərbaycanın bir parçasıdır. Mənə elə gəlir ki, hamıya tam aydın şəkildə fikrimi izah edə bildim və mən anlayışınıza sizin, yəni ümid eləyirəm və xahiş edirəm, inboxsa kimsə nəsə yazırsa, eləyirsə, salam, əleykümə salam, papalam, belə şeylər eləməyəm. Mən vallahi vaxtım yoxdur ona, yeməyə vaxtım qalmır. Yəni, indi 21-25-də artıq burada bir vokzalda dükan var. Bura bağlanana qədər gedib nəsə yeməyə bir şey almalıyam, evdə soyduzda bomboşdur. Yəni, belə dostlar, bir də bir şey demək istəyirəm. Yəni, hamı istəyir ki, WhatsApp nömrəsini öyrənsin. Mən iş görüşmələrin nə WhatsAppda yazışıram, nə danışıram. Bax, indi hal-hazırda ekranda görəcəksiniz. E-mail adresim var və e-mail adresinə də yazıb müraciət edərkən hamınızdan xahiş edirəm, bir məktubda, bir dəfəlik situasiyanızı izah edin. Eyni zamanda nə sənədlər varsa, bütün sənədlərin hamısını o e-mailə əlavə edib göndərin. Mənim sizə hansı jest eləyə bilərəm? Konsultasiyanı mən sizə havayı eləyə bilərəm. 1 saat konsultasiyanı havayı eləyə bilərəm, pulsuz eləyə bilərəm. Amma normalda istənilən İsveçrə hüquqşünasına, vəkilinə müraciət elədiyi zaman onlar bir kəlmə belə kəsmirlər. Həmən deyirlər ki, konsultasiya yazıl. Konsultasiya da olduqca bahadır. Məsələn, bizim 1 saat konsultasiyamız 300 İsveçrə frankı, 322 avrodur. Amma mən 1 saat konsultasiyanı 1 saata yaxında, hökmdə 1 saat olsun, yarım saat ola bilər. Mən sizin üçün havayı eləyə bilərəm. Və bir də başqa bir sonuncu xahişimi də eləmək istəyirəm. Sırf mənə aid olan xahiş edirəm, məsələlərlə müraciət edir. Məsələn, ədəbiyyat, mədəniyyət, yəni bu işlər mənlik deyil. Hüquq sahəsində A-dan Z-yə kimi, administrativ prosedurdan cinayət prosedurlarına tutmuş, məhkəməyə kimi, miqrasiya xidmətinə kimi, biznes relokasiya, nə bilim, compliance, bunların hamısını biz eləməyə hazırıq. Belə işlər əzizlərim, hər birinizə uğurlu həftə sonu arzulayıram, gecəniz xeyrə qalsın, Allah Azərbaycanımızı qorusun, biz öz payımıza vətənimizi istənilən formada qoruyuruq və buna həmişə hazırıq.